Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 5 Nisan 2026 Pazar. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, bugünün notlarına göz gezdirdim. Gündem yine insan hakları ve siyasi davalarla başlıyor anladığım kadarıyla. Şu Meydan TV işi diye bilinen davada yeni bir gelişme var. Bəli Özlem, təəssüf ki gündəm belədir. Müxalif yönümlü Azadlıq Radyosunun yazdığına görə Meydan TV işi üzrə məhkəmə prosesi davam edir. Dünənki iclasda jurnalist Aytac Əhmədova ifadə verib, saxlanma şəraitindən və pis rəftardan şikayət edib. Həmçinin vəkillərin vəsaitləri təmin edilməyib. Bir dakika Ali, vesatet ne demek? Kulağa vasiyet gibi geliyor ama anlamı o değildir herhalde. Yox, o deyil. Bu, hüquqi bir termindir. Məhkəmədən rəsmi bir tələb, bir istək deməkdir. Yəni, müdafiə tərəfinin istəkləri rədd edilib. Anladım. Yani avukatların talepleri reddedilmiş. Basın özgürlüğü davaları ne yazık ki bizim de gündemimizden düşmüyor. Notlarda yine Ali Kerimli'nin korumasıyla ilgili bir haber var. Dünkü yayınımızda da bundan bahsetmiştik. Bəli, dünən cəza aldığını demişdik. Bugün Azadlıq Radyosu yenə bu mövzuya qayıdıb. Xatırladım ki, müxalifət lideri Əli Kərimlinin mühafizəçisi Növruz Tağıyevə 6 il 3 ay həbs cəzası verilib. Tağıyev, məhkəmədə ondan Kərimlinin keçmiş yüksək vəzifəli məmurla görüşdüyünə dair yalan ifadə verməsinin tələb edildiyini iddia edib. Evet, dün de konuşmuştuk. Çok ciddi bir iddia. Bu siyasi gündemden biraz uzaklaşalım. Notlarında Hazar Denizi ile ilgili bir uyarı var. Kötü bir şey yoktur umarım. Xeyr, bir təbii fəlakət deyil, bir ehtiyat tədbiridir. Day.az saytının məlumatına görə, Dövlət Dəniz və Liman Agentliyi Xəzər dənizində gözlənilən güclü külək və fırtınalı hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edib. Limanlarda təhlükəsizlik tədbirləri görülüb. Anladım. Tedbir iyidir. Bir de dün konuştuğumuz Şuşa yolu meselesi vardı. Ücretli olacaktı. O kesinleşti mi? Bəli, artıq rəsmiləşdi. Azadlıq Radyosunun yazdığına görə, Əhmədbəyli Füzuli Şuşa Zəfər yolunun ödənişli olmasına dair qanun dəyişikliyi Milli Məclisdə təsdiqləndi. Bu, Azərbaycanda ilk ödənişli avtomobil yoludur. Bizim şansımıza artık her yer ücretli. Size de geçmiş olsun, ne diyelim. Biraz da dış siyasete bakalım. Bölgemizde yine bir hareketlilik var. Amerika-İran arasında bir uçak meselesi varmış. Bəli, bu narahat edici bir xəbərdir. BBC Azari xidmətinin məlumatına görə, İran hava məkanında vurulan ABŞ hərbi təyyarəsinin itkin heyəti üçün axtarış işləri davam edir. İran isə itkin pilotu tutan şəxsə mükafat təklif etdiyini açıqlayıb. Bu, bölgədəki gərginliyi daha da artırır. Pilotu yakalayana ödül. Vahşi Batı filmi gibi. Gerilim daha ne kadar tırmanabilir acaba? Son olarak bir de turizm verileri var yine, dün de konuşmuştuk. Gelen azalmış, giden artmış. O durum devam ediyor sanırım. Elədir. Azadlıq Radyosunun Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ilin ilk 2 ayında ölkəyə gələn turistlərin sayı azalıb, ölkədən gedən Azərbaycan vətəndaşlarının sayı isə artıb. Anlaşılan o ki hem tatil için hem de başka sebeplerle yurt dışına çıkmak daha cazip geliyor. Ali, bugünkü notlar için çok teşekkürler. Sayende yine Azerbaycan gündemini yakından takip ettik. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.